Xoş gəlibsiniz. Daxili mənin zədələnməsi prosesi əslində ciddi psixoloji bir məsələdir və əlbəttə ki, indi hörmətli psixoloqlarımız bu barədə danışacaqlar və bunun klinik tərəflərini də müzakirə edəcəyik əlbəttə. Amma ümumiyyətlə manipulyasiya həm də mənbəyidir mən. O mənlə manipulyasiya edə bilən adamlar var. Peyman, necə edirsiniz o manipulyasiyanı? Mikrofonu götürün, bizə də deyin. Mənə çox maraqlıdır. Biz heç nə eləmirik. Biz heç kəs gedib qapısından çağırmırıq ki, gəlin bizə müraciət edin. Çıxılmaz vəziyyətlərdə demək olar ki, elə birinci ekstrasensiya müraciət edirik. Nədir çıxılmaz vəziyyət və niyə gəlməlidir ekstrasensiyanla? Maraqlı sualdır. Yəni, siz də qeyd elədiyiniz kimi, çıxılmaz vəziyyət deyəndə hər kəsin özünə görə çıxılmaz vəziyyəti ola bilər. Kimisi işləri düz gətirmir, kimisi ailədə yola getmir, kimisi istədiyin əldə edə bilmir. Baxın, ailədə yola getmir, bunu çıxılmaz vəziyyət hesab edir və gəlir, siz onu bu vəziyyətdən çıxarırsınız. Necə çıxarırsınız? Necə eləyirsə o təzdən yola gedir? Yəni, o bizim öz üsullarımızdır. Üsullarınızdır. Bəli. Hansı vəziyyətlər, məsələn, daha konkret deyə bilərsiniz ki, məsələn, 5 konkret vəziyyət ki, bu çıxılmazdır. Məsələn, və siz onu çıxarırsınız o vəziyyətdən. Mənim üçün çox maraqlıdır. Əsasən müraciət edənlər daha çox ailə problemləri ilə, sevgi, məhəbbət məsələlərində müraciət edirlər. İkinci məsələ, ikinci yerdə duran problemlər qaynana gəlin problemləridir. Gedib barışdırırsınız, təxminən. Sonra? Çox vaxt barışmaq istəmirlər. İstəmirlər. Yəni, belə deyək ki, son sözü istəyir ki, mən deyim hər gələn. Qaynana gələndə o istəyir son söz desin, gəlin gələndə o istəyir son söz desin. Yəni, hər kəs öz sözünü demək istəyir. Təkcə qaynana gəlin də deyil. Yəni, ailədə ümumiyyətlə kim varsa, hamısı istəyir ki, özü, yəni ailədəki bütün fərdləri öz istədiyi kimi idarə eləsin. Yəni, öz fikri, necə deyim, doğru bilir. Ona görə də hər cür yola əl atmağa çalışırlar. Hər cür yola əl atmağa çalışırlar deyəndə nəyi nəzərdə tutursunuz? Yəni birinci olaraq, konkret olaraq ekstrasensiya müraciət edirlər. Mən özümə müraciət edən insanlardan götürüb deyirəm bunları. Təbii ki, mən ya ekspert deyiləm ki, başqa sahələrə nə qədər... Yox, təbii, mən sizin özünüzlə bağlı sual verirəm. İnsanlar gəlir, deyir ki, mənim bu problemim var sizə. Bəli. Açıqca da deyirlər, hə, problemi? Açıqca da deyirlər, bəli. Kimsə olur ki, məsələn, baxırsan ki, yəni elə bir, yəni hətta qadın da deməyim, elə bir kişi gəlir ki, kənardan elə bilirlər ki, yəni kənardan elə bilirlər ki, deyəndə, yəni hər kəsin yanında sözü keçən bir adam olur, ancaq ailəsinin içində sözü keçmir. Yəni adam baxsa kənardan inanmaz da heç ona. Elə adamlar müraciət edirlər. Həqiqət.